Demək, hörmətli sosial şəbəkə izləyiciləri, bu günlər mən 9 nömrəli məktəbdə xüsusi sinifdəyik. 5-ci, 6-cı sinifin şagirdləri. Şagirdlərin 3 dənəsini buraxmışıq, 3 nəfəri. Amma 3 nəfərimiz buradadır. Onlar bu günlərimə Zəfər gününə aid şəkillər, tablolar hazırlayıblar, asıblar orada. Sinif rəhbəri Ruslan müəllimdir. Ruslan müəllimin köməkliyi ilə mən bir yerdə işləmişəm və şagirdlərimiz özləri, öz zəhmətləri ilə, bax gördüyünüz, burada İbrahim balamız bir tablo çəkibdir. Burada da Nihat balamız. Nihat, bir dənə əl elə, sən sosial şəbəkədə çox populyarsan. İbrahim, Ucal, bir dənə əl elə bizə. Baxın, Ucal da burada işləyibdir. Demək, sinifdə biz bu günlərimə yekunlaşdırdığımız texnologiyadan əl işləri, baxdığınız kimi, kağızlardan kəsərək onları tablonun üzərində yapışdırıblar. Burada Zəfər günü, 8 noyabr Zəfər günümüz bu yazıları valideyn də köməklik eləyibdir. Bir də bizim bir müəllimimiz var idi, Ruslan müəllim. Hə? Samirə müəllimənin köməkliyi də bizə çox olubdur. Sağ olsun onu, minnətdaram. Bu sinif çox fərqli sinifdir. Ruslan müəllim də oradan əməyi böyükdür. 5-ci, 6-cı sinif, xüsusi sinifdir. Burada uşaqlar görürsünüz, tablolar hazırlayıbdır. Leyla xanımın əl işləri var, Ucalın əl işləri var. Sonra İbrahimin əl işləri var, Nurayın əl işləri var. Bir də namaz da burada iştirak edibdir. Mən hesab edirəm ki, siz bunları alqışlaya bilərsiniz, bunları daha da həvəslənsin, öz əl qabiliyyətlərini göstərə bilsinlər. Sağ olun.